Salam əziz abituriyentlər, mən Elşad Həsənov, kanalımıza xoş gəlmisiniz. Bugün sizə termodinamika bölməsini izah edəcəm. Deməli, termodinamikada biz artıq cismi maddənin daxilinə keçid eləyəcəyik, yəni daxilindən danışacağıq. Bu yerə qədər biz cisimlərdən danışırdıq, cisim hərəkət sürətindən, getdiyi yoldan, təcilindən danışırdıq. İndi isə cisim təşkili molekullardan danışacağıq. Deməli, maddənin makroskopik, molekulyar quruluşunu nəzərə almadan cisimlərin makroskopik quruluşunu öyrənən bölmə var. O termodinamika bölməsidir. Termodinamikada daxili enerjiden danışacağıq. Daxili enerji cisim təşkil edən zərrəciklərin kinetik və potensial enerjisinin cəmindən ibarətdir. Daxili enerji U hərfi ilə işarə olunur. U bərabərdir. Deməli, cisimi təşkil edən molekulların kinetik və potensial enerjisinin cəmindən ibarətdir. Cisim təşkil edən molekulların kinetik enerjisi NY kinetik üstəgəl Y potensial şəklində yaza bilərik. Daxili enerjinin vahidi təbii ki, bir enerji olduğu üçün vahidi joule olacaq. Lazım gəlsə joule-un açılışını da yaza bilərik Newton vur metr, sonra təzədən Newton da aça bilərik kilogram vur metr və saniyə kvadratı. Daxili enerjinin dəyişməsi bizdən tələb oluna bilər. Daxili enerjinin dəyişməsi delta U bərabərdir U2 çıx U1 şəklində də nə edə bilərik? Yaza bilərik. İndi isə biz bir atomlu qazın daxili enerjisindən danışacağıq. Bir atomlu qazın potensial enerjisi olmaz. Sıfıra bərabər olur. Çünki bir atomdan ibarətdir. Burada kinetik və potensial enerji. Kinetik enerji zərrəciklərin hərəkət enerjisidir. Potensial enerji isə atomlar arasındakı bir enerjidir. Bir atomlu qazda potensial enerji olmaz. O zaman bir atomlu qazın daxili enerjisi N vurulsun Y kinetik enerjiyə bərabərdir. Burada N zərrəciklərin sayıdır, Y isə kinetik enerjini göstərir. Biz əvvəlki dərsimizdən N zərrəciklərin sayı haqqında belə bir düstur bilirdik. N bərabərdir, N bölünsün M vurulsun NA şəklində bir düsturu yazmışdıq. Bu düstur sizə tanışdır. Kinetik enerji haqqında da, yəni kinetik enerjinin düsturu isə Y kinetik bərabərdir 2-də 3 KT şəklindəydir. O zaman biz bu ifadələri öz yerinə yazsaq, daxili enerjinin düsturunu çıxartmış olacaq. Daxili enerjinin düsturu buradan U bərabərdir. Deməli, N'in yerinə yazıram. M bölünsün M vurulsun NA vurulsun. Kinetik enerjinin yerinə yazıram 2-də 3 K vurulsun T yazmış olam. Burada bir əvəzləmə edəcəm. Əvəzləmə nədən ibarətdir? Na və K var burada. Na Avogadro sabitidir. K isə Boltzmann sabitidir. Avogadro sabiti ilə Boltzmann sabitinin hasili universal qaz sabitinə bərabərdir. O zaman bir atomlu ideal qazın daxili enerjisinin düsturu U bərabərdir 2-də 3 M bölünsün M R T və ya burada M böl M'in yerinə təbii ki, maddə miqdarı yaza bilərik. O zaman onlar düstur 2-də 3 nü RT şəklində yaza bilərik. Baxın, bu 2 dənə ifadə, bu 2 dənə düstur bir atomlu ideal qazın daxili enerjisinin düsturudur. Və düsturdan göründüyü kimi ideal qazın daxili enerjisi kütlədən asılıdır, temperaturdan asılıdır, təbii ki, necə asılıdır, düz asılıdır və maddə miqdarından da düz mütənasib asılıdır. Və onların qrafikini biz təbii ki, qura bilərik. İdeal qazın daxili enerjisinin kütlədən asılıq qrafikini qurmaq istəsək, düz mütənasib quracaq. Amma təbii ki, temperaturu biz gərək burada sabit götürək. Burada maddə miqdarıdır, R, daha doğrusu molyar kütlədir, R universal qaz sabitdir, zaten onlar sabitdir. Ona görə də kütlədən düz asılıdır, temperaturun sabit qiymətində. Və yaxud da daxili enerji temperaturdan da düz mütənasib asılıdır. Təbii ki, kütlə sabit olduğu zaman. Ondan sonra bizdən soruşa bilər. Daxili enerjinin təbii ki, nüdən asılığını soruşa bilər. O da düz mütənasib olacaq. Temperaturun sabit qiymətində. Bizə iki formada sual qoyula bilir. Məsələn, deyir ki, ideal qazın daxili enerjisi nədən asılıdır deyəndə biz deyəcəyik ki, kütlədən və temperaturdan asılıdır. Bir də bizdən soruşa bilər ki, verilmiş kütləli ideal qazın daxili enerjisi nədən asılıdır? Əgər verilmiş kütləli deyirsə, bu demək ki, M-i sabit götürəcəyik. O zaman M sabit onda
ideal qazın daxili enerjisi ancaq nədən asılı olmuş olur? Temperaturdan asılı olmuş olur. Bax, bunları mütləq şəkildə bilmək lazımdır. İndi davam edəcəm. İndi isə şagirdlər ideal qazın daxili enerjisinin dəyişməsindən danışaq. Təbii ki, ideal qazın daxili enerjisinin düsturunu biz yazdıq. Yenə buradan mən təkrar məqsədi ilə yazıram. 2-də 3 M bölünsün M RT şəklində dedik. İdeal qazın daxili enerjisi asılıdır temperaturdan. Temperatur dəyişirsə ideal qazın daxili enerjisi dəyişə bilər. İdeal qazın daxili enerjisinin dəyişməsi delta U şəklində göstərilər. U2 çıx U1 şəklində. O zaman yazıram 2-də 3 M bölünsün M R delta T şəklində yaza bilərik. Bu arada ideal qazın daxili enerjisinin başqa bir ifadəsini də çıxartmaq istəyirəm. Biz əvvəlki dərsimizdə, videolarımızda Mendeleyev-Klaperon tənliyini izah eləmişdik. Mendeleyev-Klaperon tənliyi bu şəkildə idi. PV bərabərdir M bölünsün M RT şəklindədir. Biz burada, bax bu ifadədə M bölün RT-nin yerinə nə yaza bilərik? Təbii ki, PV yaza bilərik. O zaman ideal qazın daxili enerjisinin düsturu həmçinin 2-də 3 PV şəklində də nə edə bilərik? Yazıb göstərə bilərik. İndi mən burada ideal qazın daxili enerjisini deməmişdən qabaq başqa bir şey deyəcəm sizlərə. Deməli, ideal qazın daxili enerjisi bu düstura görə görürük ki, P-dən asılıdır. Necə? Düz. Amma V sabit olanda. İdeal qazın daxili enerjisi asılıdır V-dən. Necə? Düz. Amma P sabit olanda. Bir də bizə deyə bilər ki, ideal qazın daxili enerjisi U P-dən V-dən asılı deyil. P-dən asılı deyil, V-dən asılı deyil. Bəs bu necə olur? Nə vaxt düz asılıdır, nə vaxt asılı deyil? Bu ifadəyə görə V sabit olanda P-dən düz, P sabit olanda V-dən düz asılı olur. Amma əgər bizə desə ki, T konstantdır və M konstantdır, onda təbii ki, biz bu ifadəyə baxacaq. Əgər T ilə M konstant olsa, ideal qazın daxili enerjisi sabit qalır. Yəni P-dən asılı deyil. Həmçinin T konstant, M konstantdırsa, V-dən də asılı deyil. Çünki T konstant, M konstantdırsa, U da avtomatik olaraq nə olur? Sabit qalır. Ona görə də bu məqamı yadda saxlamaq vacibdir. İndi ideal qazın daxili enerjinin dəyişməsi həm 2-də 3 M bölün R delta T şəklində yaza bilərik. Həm delta U bərabərdir 2-də 3, 2-də 3. Delta P V şəklində yaza bilərik. Həm yaza bilərik delta U bərabərdir 2-də 3 P delta V şəklində yaza bilərik. Yəni ya V sabit qalıb P dəyişəndə daxili enerji dəyişə bilər, ya da ki P sabit qalıb V dəyişəndə daxili enerji dəyişə bilər və yaxud da delta U bərabərdir 2-də 3 delta P delta V şəklində yaza bilərik. Yəni hər ikisi dəyişərkən daxili enerjinin dəyişməsi dəyişə bilər. Amma burada bir incə məqam var. Onu şagirdlər qarışdırırlar. Dəyişməni yazanda mütləq şəkildə belə göstərmək lazımdır dəyişməni. Yəni o misal veriləndə delta P-ni ayrı tapıb delta V-ni ayrı tapmaq olmaz. Mütləq şəkildə belə tapmaq lazımdır. 2-də 3 P2 V2 çıx P1 V1 şəklində göstərmək lazımdır. Yəni dəyişmə bu şəkildə bir-birinin hasilinin dəyişməsi şəkildə nə etmək lazımdır? Göstərmək lazımdır. Bu da təbii ki, ideal qazın daxili enerjisinin dəyişməsinin nə idi? Qrafiklərdir. Bunları da yadda saxlamaq vacibdir. İndi isə əziz abituriyentlər, ideal qazın daxili enerjisinin dəyişmə üsulları var. Daxili enerjinin dəyişmə üsulu iki formada dəyişmək olar. İş görməklə və istilik verməklə dəyişmək olar. İş görməklə, deməli, sistem üzərində biz iş gördüyümüz zaman daxili enerjinin artırmış oluruq. Sistem özü iş görürsə daxili enerji nə etmiş olur? Azalmış olur. Bir də daxili enerjini istilik verməklə dəyişmək olar. Sistem üzərində sistemə istilik miqdarı verirsə daxili enerjini artırmış oluruq. Sistem öz istiliyini ətraf mühitə verirsə daxili enerjisini azaltmış olur. İstilik vermənin növləri var. İstilik keçirmə, konveksiya və şüalanma. Enerjinin cismin çox qızmış hissəsindən az qızmış hissəsinə ötürülməsi istilik keçirmə adlanır. İstilik keçirmə zamanı maddə daşınması baş vermir. İstilik enerji daşınması vasitəsilə ötürülür. Sonra var konveksiya. Konveksiya enerjinin qaz və maye axını vasitəsilə daşınmasına konveksiya deyirlər. Konveksiya zamanı maddə daşınması baş verir. Konveksiya ancaq qazlarda və mayələrdə müşahidə olunur.
Bir də istilik vermənin üçüncü növü şüalanmadır. Şüalanma enerjinin elektromagnetik dalğaları şüalar vasitəsilə ötürülməsi şüalanmadır. Şüalanma istilik vermənin digər iki növündən üstün fərqli cəhətləri var. Məsəl üçün hansılardır? 1. Şüalanma daha uzaq məsafələrə yayıla bilir. Məsəl üçün deyək ki, günəş bizi qızdırır, nə vasitəsilə? Şüalanma vasitəsilə qızdırır. Və yaxud da biz bir ocaq qalıyıb ətrafında, yandırıb ətrafında isiniriksə, onun şüaları vasitəsilə biz nə edirik? İsinirik. Deməli, şüalanma daha uzaq məsafələrə ötürülənə bilir, bütün məsafələrə ötürülənə bilir, böyük sürətlə yayılır. Şüalanma elektromagnetik dalğaları işıq sürətinə bərabər sürətlə yayılır. 3,8 metr/saniyə sürətlə yayılır. Hər tərəfə yayılır və vakuumda da yayıla bilir. Bu şüalanma istilik vermənin, belə deyək, üçüncü növdür və digər növlərindən fərqli cəhətləridir. İndi isə istilik miqdarından danışaq. İstiliyin miqdarından. Deməli, istilik miqdarı istilik vermə prosesində sistemin aldığı və yaxud da verdiyi enerjiyə istilik miqdarı deyirlər. Deməli, istilik proseslərində sistemə həm istilik miqdarı verə bilirsən, o istiliyi ala bilir və yaxud da öz istiliyini ətraf mühitə verə bilir. Həmən aldığı və yaxud da verdiyi istiliyin miqdarı öyrənmək lazımdır. İstilik miqdarı Q hərfi ilə işarə olunur və təbii ki, skalyar kəmiyyətdir. İstilik miqdarı da alınan və yaxud da verilən enerji olduğu üçün onun da vahidi nə olacaq? Təbii ki, joule olacaq. İstilik miqdarı nədən asılıdır? İstilik miqdarı Q bərabərdir C M delta T şəklində tapılır. Belə bir formulu var, belə bir düsturu var. Burada delta T böyük də yazıla bilər, balaca yazıla bilər. Fərq etməz. Çünki delta balaca T ilə delta böyük T qiymət olaraq bir-birinə bərabərdir. Burada bir problem yoxdur. Burada Q istilik miqdarını göstərir. M kütləni göstərir. Delta T temperatur dəyişməsini. Balaca C isə xüsusi istilik tutumu adlanır. Xüsusi istilik tutumunun hər bir maddənin özünün xüsusi istilik tutumu var və bu hesablanıb artıq cədvəllərdə hazır şəkildə bizə verilir. Məsələlərdə də aşağıda mörtəzədə mütləq hər hansı bir maddəni verəndə onun xüsusi istilik tutumunu göstərirlər. Yəni biz əzbərləməli deyilik, amma vahidini mütləq bilməliyik. Xüsusi istilik tutumu buradan biz tapdığımız zaman Q bölünsün M, təbii ki, bu delta T yazmamız lazımdır. Vahidi əzbərləməyin, heç vaxt əzbərləmək lazım deyil. Sadəcə düsturdan çıxartmaq lazımdır. Deməli, bu düsturdan Q-nun vahidi joule-dur, M-in vahidi kiloqramdır, delta T-nin vahidi dərəcə Celsius və yaxud da ola bilər ki, burada dərəcə Celsius əvəzində Kelvində yaza bilərlər, heç bir problem yoxdur. Bu xüsusi istilik tutumunun belə deyək, düsturu, bu isə xüsusi istilik tutumu nə idi? Vahididir. Bəs xüsusi istilik tutumu nədən asılıdır? Bizdən soruşacaqlar məsələlərdən. Xüsusi istilik tutumu Q-dan necə asılıdır? Təbii ki, biz deyəcəyik, asıl deyil. Xüsusi istilik tutumu M-dən necə asılıdır? Təbii ki, asıl deyil deyəcəyik. Xüsusi istilik tutumu bəs delta T-dən necə asılıdır? Təbii ki, deyəcəyik, asıl deyil. Bəs xüsusi istilik tutumu nədən asılıdır? Təbii ki, xüsusi istilik tutumu ancaq və ancaq maddənin növündən asılıdır. Bunları da bilməyimizdə fayda vardır. Amma istilik miqdarı təbii ki, M-dən asılıdır, delta T-dən asılıdır. Bir var, uşaqlar, xüsusi istilik tutumu, bir də var istilik tutumu. Əslində, xüsusi istilik tutumundan istilik tutumu ikisini də eyni hərflə işarə edirlər. Sadəcə birinin böyük hərfinə yazıblar, birinin balaca hərfinə yazıblar. Xüsusi istilik tutumu balaca C ilə yazılır, ifadə olunur. İstilik tutumu isə böyük C ilə ifadə olunur. İstilik tutumu istilik miqdarının delta T-yə nisbətinə bərabər olan kəmiyyətdir. İstilik tutumunun vahidi təbii ki, joule bölünsün Kelvindir və yaxud da joule bölü dərəcə Celsius də yaza bilərik. Biz bu ifadədə Q-nun yerinə, baxın, C bərabərdir. Q-nun yerinə təbii ki, Cm delta T yazdığımız zaman bölünsün delta T. O zaman delta T-ləri xısa gedir. İstilik tutumu növbəti düsturu C vursun M-ə bərabər olur. Və o ifadəyə görə istilik tutumu xüsusi istilik tutumundan fərqli olaraq M-dən düz asılıdır. Görürsünüz, xüsusi istilik tutumu M-dən asılı deyildi, amma xüsusi istilik tutumu isə M-dən asılıdır. Hansı düstura görə? Təbii ki, onun bu düsturuna görə. Yenə də istilik tutumu da deyək ki, Q-dan asılı deyil, istilik tutumu da
delta T'dən təbii ki, asılı deyil yaza bilərik, göstərə bilərik. Bu da şarjitlər istilik miqdarı, xüsusi istilik tutumu və istilik tutumunun düsturları, vahidləri və qrafikləri haqqında məlumat. İndi isə əziz şarjitlər, istilik alış-verişi var. Yəni istilik proseslərində təbii ki, biz bilirik ki, hər zaman isti olan cisim, isti olan maddə öz istiliyini hər zaman soyuq maddəyə ötürür. Heç vaxt belə bir proses ola bilməz də, soyuq istilik versin isti cisimə, bu mümkün deyil. Həmişə isti olan, temperatur çox olan maddə öz istiliyini ötürür soyuq, temperatur az olan maddəyə və burada istilik alış-verişi baş verir. İstilik alış-verişi nə deməkdir? Yəni biri istiliyi alır, biri istəyirsə istiliyi verir. Bəs bu istilik alış-verişi nə vaxta kimi baş verir? Təbii ki, onların ortaq temperaturları olana qədər. Bunların ortaq temperaturun tapılması üçün bir düstur var. Buna istilik balansı tənliyi deyirlər. Mən indi o düsturu sizə burada göstərəcəm. Deməli, belə bir şey göstərək. Burada bir qab var. Burada da bir dənə başqa bir qab var. Burada bir böyük qab qoyaq. Bu qablarda müxtəlif mayələr var. Məsəl üçün, mən birini qırmızı ilə çəkib göstərəcəm. Yəni, maye fərqli maye olduğunu göstərmək məqsədi ilə. Birini isə göy ilə göstərəcəm. Hətta bunların kütlələri də fərqli göstərmişəm. Birinə çox maye yığmışam, birinə az maye yığmışam. O zaman mən bunu burada olan maddə üçün xüsusi istilik tutumu C1 deyirəm, buna isə C2 deyəcəm. Kütlələri də fərqli olduğu üçün buna M1 deyəcəm, buna M2 deyəcəm. Hətta bunların temperaturları da fərqlidir. Buna T1 deyəcəm, buna T2 deyəcəm. İndi biz bu qabda olan mayeni, maddəni böyük qaba tökürük, bunu da böyük qaba tökürük. Təbii ki, burada onların temperaturları ortaqlaşacaq, ortaq bir temperatur olacaq. Bunların ortaq temperaturunu teta hərfinə işarə edəcəm. Və bu istilik balansı tənliyi həmin ortaq temperaturun tapılma tənliyidir. Tetanın tapılma tənliyidir. Tetanın düsturu teta bərabərdir. C1 M1 T1 üstəgəl C2 M2 T2 bölünsün. C1 M1 üstəgəl C2 M2 şəklində yazacaq. Bu düstur nə vaxt keçərlidir? Maddələr fərqli, temperaturlar fərqli, kütlələr fərqli olanda. Ola bilər ki, maddələr eyni maddələr olsun. Yəni, C1 bərabərdir C, o da bərabərdir C2, daha doğrusu konstant yaza bilərəm. Yəni, eyni maddə anlamına gəlir. Əgər maddələr eyni maddələrdirsə, onda tetanın düsturu, təbii ki, yuxarıda C1 ilə C2 bərabərdirsə, mörtəzi xaricinə çıxardacam. Aşağıda da C1 ilə C2 bərabərdirsə, onu da mörtəzi xaricinə çıxarsam, ixtisar edəcək. O zaman yuxarıda qalacaq M1 T1 üstəgəl M2 T2 bölünsün M1 plus M2. Bu düsturu biz həcm ilə də yaza bilərik. Teta bərabərdir. Çünki mən burada bunu başa salmaq üçün qısa bir yazılış eləyəcəm. Sonra siləcəm təbii ki. Eyni maddə olduğu üçün M1-in yerinə yazıram rho V1. Eyni maddəsə sıxlıq eyni olacaq. Vurulsun T1 üstəgəl. Bunun yerinə yazacağım rho V2 vurulsun T2. Burada yazacağım rho V1 üstəgəl rho V2. Təbii ki, buradan rholar ixtisar gedəcək. Yerdə nə qalacaq? V1 T1 üstəgəl V2 T2 bölünsün. V1 üstəgəl V2 şəklində nə edə bilərik? Yaza bilərik. Yəni ki, maddələr eyni maddə olanda o zaman istilik balansı tənliyi, yəni ortaq temperaturun düsturu bu şəkildə olur. Bir də elə ola bilər ki, həm maddələr eyni olsun, həm də kütlələr eyni olsun. Qarışan maddələr və kütlələr eynidir. Yəni C1 bərabərdir C2 və yaxud da və M1 bərabərdir M2 yazıram. Yəni bu o demək olur ki, qarışan maddələrin həm kütləsi, həm də deyək növü eynidir. Maddənin növü eynidir. O zaman ortaq temperatur teta bərabərdir. O zaman burada kütlələr də mörtəzi xaricinə çıxardanda ixtisar edəcək T1 plus T2 bölünsün 2 şəklində qalacaq. Deməli bizim istilik balansı tənliklərimiz bax bu şəkildə göstərilmiş oldu. Birinci tənlik maddələr fərqli, kütlələr fərqli, temperaturlar fərqli olanda. İkinci tənliyimiz yalnız maddələr eyni olanda, kütlərlə temperatur fərqli olanda. Üçüncü tənliyimiz isə həm maddələr eynidir, həm kütlələr eynidir və bu zaman üçüncü tənlik şəklində nə edə bilərik? Yaza bilərik. Bu tənliklər istilik balansı tənliklərdir. Bu tənlikləri bilməklə sizin qarşınıza çıxan məsələləri rahat şəkildə əldə edə bilərsiniz.
Əziz abituriyentlər, indi isə sizlərə termodinamikada iş mövzusunu izah edirəm. Bu bölmənin ən önəmli hissələrindən biridir. Diqqətlə qulaq asaq. Deməli, bir silindir formalı qaba qaz doldurduğumuz zaman və yaxud da maye doldurduğumuz zaman biz bunu aşağıdan qızdırdığımız zaman təbii ki, bu porşin yuxarı doğru hərəkət edəcək. Biz bunu qızdıranda molekular hərəkət sürəti artar və təzyiq yaranar və təzyiq zamanı təzyiq qüvvəsi bu porşini yuxarı doğru itələyəcək. Təzyiq qüvvəsini F iştirik ilə işarə edəcəm. Təbii ki, yuxarı doğru itələyəcək. Yuxarıda da hava molekulları var. Hava molekulları da aşağı doğru baskı göstərəcək. Havanın göstərdiyi o baskı təzyiq qüvvəsi xarici qüvvələrin göstərdiyi təzyiq qüvvəsidir. Qazın göstərdiyi isə qazın göstərdiyi təzyiq qüvvəsidir. Deməli, burada da eyni şəkildə bunu yuxarı qaldırdığı üçün bu müəyyən qədər porşin, müəyyən delta H qədər təbii ki, yuxarı qalxacaq. Onu da yuxarı qaldıran təbii ki, təzyiq qüvvəsidir. Yuxarıdan isə havanın atmosfer təzyiqini göstərdiyi qüvvədir. İndi biz termodinamikada işi tapmalıyıq. Yəni, məqsədimiz işi tapmaqdır. Uşaqlar, bildiyimiz kimi işin düsturu A bərabərdir. Normalda F vur S-dir. Biz bunu zaten bilirik. Burada işin düsturunu yazmaq istəyirəmsə, A bərabərdir. F iştirik. Çünki qaz iş görəcək. Yəni, qazın gördüyü işlə söhbət gedir. Onda qazın gördüyü iş, qazın təzyiq qüvvəsi vurulsun təbii ki, nə yazmalıyıq? Yer dəyişməsi. Yer dəyişmə nə qədər eləyib? Delta H qədər eləyib. O zaman biz yavaş-yavaş işin düsturunu çıxartmağa başlayaq. F təzyiq qüvvəsidir. Təzyiq qüvvəsini biz bilirik. P bərabərdir F böl S-dən. F bərabərdir nəyə? P vurulsun S-ə. Yəni, təzyiq qüvvəsini burada iştirinlə işarə etmişəm deyə, burada da iştirinlə işarə edəcəm. O zaman F iştirin yerinə yazıram. P vurulsun S. Bəs delta H nədir? Delta H isə sonraki hündürlüyü çıxılsın başlanğıc hündürlüyü. Yəni, H2 çıx, H1 yazıdım. Ondan sonra P vurulsun, S-i mötərizənin içərisinə atıram. Nə yazıram? SH2 çıx, SH1. Uşaqlar, mötərizənin içərisində S vur, H ifadəsi əmələ gəldi. S vur, H. Bu silindir formalı qabın S oturacağı da H isə hündürlüyü. Oturacağı hündürlüyə vuranda təbii ki, biz nə almış oluruq? Həcmi almış oluruq. O zaman biz belə yaza bilirik. P vurulsun, V2 çıx, V1. Və nəhayət, V2 çıx, V1-in yerinə nə yazacaq? Delta V yazacaq. O zaman qazın gördüyü iş, uşaqlar, A iştirik bərabərdir. P vurulsun, delta V-yə bərabərdir. Bu, qazın gördüyü işin əsas düsturudur. A iştiriklə işarə ediblər. Qazın gördüyü işi A iştiriklə işarə ediblər. A iştirik, A iştirik. Qaz üzərində görülən işi isə A hərfi ilə işarə edəcək. A hərfi ilə işarə edəcək. Və biz də bunu bilməliyik ki, qazın gördüyü iş ilə qaz üzərində görülən iş bir-birinin tərsinə bərabərdir. Yəni, biri müsbət iş görəndə, biri mənfi iş görəcək. Əgər qaz müsbət 5 jol iş görübsə, o zaman qaz üzərində mənfi 5 jol iş görüləcəkdir. Və yaxud da tərsinə, qaz mənfi iş görübsə, qaz üzərində müsbət iş görüləcəkdir. Qazın gördüyü işin düsturu A iştirik bərabərdir, P deltadır. Burada A iştirik qazın gördüyü işdir, P təzyiqdir, qazın təzyiqidir, delta V isə həcm dəyişməsidir. Və biz bu düsturdan görürük ki, qazın gördüyü iş həcmin dəyişməsindən bərabər asılıdır. Məsəl üçün, mən yazsam ki, V1 balacadır V2-dən, yəni V2 böyükdür. V2 böyükdür, o demək ki, qaz genişlənib. O zaman V2 V1-dən böyüksə delta V müsbət olacaq, o zaman qazın gördüyü iş təbii ki, müsbət olacaq. Qazın gördüyü işlə qaz üzərində görülən iş bir-birinin tərsi olduğu üçün, o zaman biz yazacağız qaz üzərində görülən iş mənfi. Deməli, qaz genişlənirsə, həcm artırsa, qaz müsbət iş görür. Tərsinə yazsaq, V1 böyükdür V2 yazsaq, bu demək ki, qaz sıxılıbdır, həcm balacalaşıbdır. Həcm balacalaşıbsa, həcmin dəyişməsi mənfi olacaq, o zaman qazın gördüyü iş də mənfi olacaq. Təbii ki, bu zaman qaz üzərində görülən iş müsbət qiymət alacaqdır. Əgər bizə şərtdə verirsə ki, V1 bərabərdir V2, bu demək ki, həcm dəyişməyibdir. Əgər həcm dəyişmirsə, onda delta V sıfıra bərabərdir. Delta V sıfıra bərabərsə, A iştirik də sıfırdır, A da sıfıra bərabərdir. Bu oldu, şagirdlər qazın gördüyü iş və onların nə vaxt müsbət, nə vaxt mənfi olması və yaxud da nə vaxt sıfır olması. Qazın gördüyü iş deməli birbaşa həcmdən asılıdır. Həcm artırsa qazın gördüyü iş artır, həcm azalırsa qazın gördüyü iş azalır, həcm dəyişmirsə qazın gördüyü iş təbii ki, dəyişməyəcək. Bundan əlavə biz yenə də Mendeleyev-Klaperon tənliyinə müraciət edəcəyik. Mendeleyev-Klaperon tənliyi nə idi?
PV bərabərdir M böl M RT. Əgər həcm dəyişibsə, mütləq şəkildə temperaturun dəyişməsi hesabına baş verir. O zaman P delta V-nin yerinə biz lazım gəlsə nə yaza bilərik? M böl M R delta T yaza bilərik. O zaman qazın gördüyü işin növbəti ifadəsi M böl M R delta T şəklində də göstərə bilərik. Və yaxud da A eşitdir bərabər M böl M-in yerinə nü yazsaq, nü R delta T şəklində də göstərə bilərik. Yəni ki, düzdür, qazın gördüyü iş əsas budur. Amma təbii ki, bu düsturlardan da biz nə edə bilərik? İstifadə edə bilərik. Deməli, əziz abituriyentlər, qazın gördüyü işi tapmaq üçün biz əvvəlki dərslərdə də xatırlayırsınızsa, qrafikin altında qalan fiqurun sahəsindən istifadə edirik. Məsəl üçün, sürətin zamanı hansı qrafikin altında qalan fiqurun sahəsi bizə yol və yaxud da yer dəyişməni verirdi. Və yaxud da təcilin zamanı hansı qrafikin altında qalan sahə bizə sürət dəyişməsini verirdi və s. Belə hallar var idi. Bəs burada işi tapmaq üçün nə edəcəyik? İş, uşaqlar, deməli, fiqurların P-nin V-dən asılı qrafikində fiqurun sahəsinə bərabərdir. Burada ox işarəsində qoydum. Qrafik bu şəkildə verilərsə, bizdən qazın gördüyü işi soruşsa, təbii ki, burada işlədiyim fiqurun sahəsi bizə qazın gördüyü işi verəcək. Bəs yaxşı, iş nə vaxt müsbət olacaq, nə vaxt mənfi? Onu hardan biləcəyik? Təbii ki, həcmin genişlənməsinə. Burada mən ox qoymuşam. Ox sağa göstərir, yəni həcmin artmasını göstərir. O zaman qazın gördüyü iş nə olacaq? Müsbət olacaq. Təbii ki, qazın gördüyü iş müsbətsə, qaz üzərində görülən iş mənfi olacaq. Və yaxud da qrafik bu şəkildə ola bilər. P-nin V-dən asılı qrafiki. Qrafik belə olsun, məsəl üçün, bir nöqtəsindən iki nöqtəsinə gəlib. Bax, bu şəkildə olsun. O zaman yenə qazın gördüyü iş nə olacaq? Bu fiqurun sahəsini göstərəcək bizə. Bu fiqurun sahəsi qazın gördüyü iş olacaq. A iştirir. Bəs A iştirik müsbət mənfi olması yenə də ox işarəsində bir də fikir verək. Həcm azalır. Həcm azalsa qazın gördüyü iş təbii ki, mənfi olacaq. Bu zaman qaz üzərində görülən iş müsbət olacaq. Fərqli fiqurlar da ola bilər. Uşaqlar, qapalı trayektoriya ola bilər. Məsələn, P, V. Belə bir trayektoriya göstərirəm. Məsəl üçün 1, 2, 3 və 4 şəklində, deməli, və ox işarəsində bu şəkildə qoyuram. Bir də bunun bir fərqli versiyasını, daha doğrusu tərsini göstərəcəm. PV yenə eynidir, amma bu səfər ox işarəsinin tərsinə göstərəcəm. Sağ dəqrəbi və yaxud da sağ dəqrəbi əksinə göstərəcəm. 1, 2, 3 və 4 şəklində. Bu tip suallarda qazın gördüyü işi necə tapacaq? Təbii ki, yenə də qazın gördüyü iş burada olan fiqurun sahəsidir. Bu fiqurun sahəsi bizə qazın gördüyü işi verəcək. Burada da eyni şəkildə bu fiqurun sahəsi bizə qazın gördüyü işi verəcək. Bəs nə vaxt müsbət olacaq, nə vaxt mənfi olacaq? Təbii ki, bu ox işarəsi saat istiqamətdə fırlanırsa qazın gördüyü iş müsbət. Ox işarəsi saat əksinə fırlanırsa qazın gördüyü iş mənfi. Bu fiqurlar fərqli fiqurlarda ola bilər. Məsələn, test toplusunda var. Deyək, üçbucaq formasında verir. Belə bir üçbucaq formasında fiqur verir. Burada da yenə ox işarəsinə nəzər yetirəcəyik. Bizdən yenə burada soruşur ki, 1, 2, 3 olaraq qeyd edin. Qazın gördüyü işi tap soruşur bizdən. Biz yenə nə edəcək? Bu üçbucağın fiqurun sahəsini tapacaq. Bu fiqurun sahəsi bizə yenə qazın gördüyü işi verəcək. Bəs müsbət olub mənfi olmasını hardan biləcək? Yenə ox işarəsi saat istiqamətdə gedirsə, qazın gördüyü iş müsbətdir. Və yaxud da başqa bir fiqur verə bilər. Məsələn, belə bir dairə verə bilər. P-nin V-dən asılı qrafiki. Belə bir dairə verə bilər. Soruşa bilər ki, və saat istiqamətdə getdiyini düşünək. Sadəcə saat istiqamətində ya da saatın əksinə getməsi mənfi və müsbət olması deməkdir. Bizdən soruşa bilər ki, burada qazın gördüyü işi tap, o zaman sən bu dairənin sahəsini tapacaqsan. Və bu dairənin sahəsi bizdən qazın gördüyü işi verəcək. Ox işarəsi saat istiqamətdə olanda müsbət, saat əksinə olanda mənfi olacaq. Bu çevrənin belə deyək sahəsini tapacaqsan. Sahə düsturuna, pi r kvadrat. Təbii ki, pi-ni də verəcək burada. Deməli, bu ifadələr harada biz P-nin V-dən asılı qrafiki görəriksə, bizdən qazın gördüyü işi soruşursa, biz həmən o fiqurun sahəsini tapacaq. Fiqur sahəsi nə vaxt müsbət, nə vaxt mənfi olacaq? Yəni, qazın gördüyü iş nə vaxt müsbət, nə vaxt mənfi olacaq? Təbii ki, bu ox işarələrindən asılıdır. Əgər ox işarələr saat istiqamətdə fırlanırsa, qazın gördüyü iş müsbət, qaz üzərində görülən iş mənfi. Ox işarəsi saat dəqrəbən əksinədirsə, qazın gördüyü iş mənfi və qaz üzərində görülən iş bu səfər nə olacaq? Müsbət olacaq. Bugünkü dərsimiz bu qədər. Bu mövzunun ardında növbəti videoda çəkib paylaşacağım. Hər kəs
xoş izləmələr arzulayıram. Kanala abunə olmayı unutmayın. Sağ olun. Yeah.